şəfqəti, sağlam bərəkətli, bol ruzili, uzun ömrü hər birinizin üzərinə olsun. Qoy gün çıxandan gün batana kimi bütün nəfsani istəklərinə yox deyərək, itaət və ibadət dolu könül sahibliyi ilə fəzilətinə, savabına inanaraq oruç tutan, namaz qılan bütün soydaşlarımızın oruç və namazları qəbul olsun. Oruç da tutmayıb, namaz da qılmayıb, lakin Quran ayı olan, Quran-ı Kərimin nazil olduğu Ramazan ayına rəğbət bəsləyən, bu aya ehtiram göstərən, bu ayda paylaşan, yardımlaşan, hədiyyələşən, bütün soydaşlarımızın etdikləri ibadət qismində qəbul olsun. Allah Teala ailəcə hər birinin savabına yazsın. Ancaq belə də bir dua edirəm ki, Allah o soydaşlarımıza da oruç ibadəti ilə tanış olub, sağlam canla oruç tutmağı, namaz qılmağı